Salamlar. Deməli indi Milana gedirik. Bir günlük Milanda qalacağıq. Mən oradan Azərbaycana gedəcəm çünki Azərbaycanda bəzi işləri var. Amma bir günlük getməzdən əvvəl Milanı turlayacağıq. İndi train station'a gedirik. Oradan qatarla, Turinlə Milana gedəcəyik. Otel book eləmişik. Əşyalarımızı qoyacağıq, sonra çıxacağıq gezməyə. Milana çatdıq. İndi gedirik tez bazar bir lunch eləyəcəyik. Bir vaxtımız azdır. Domoya getməliyik. Domoya getməliyik. Sorry. Onun da vaxtı 16:30-dadır. Bizim buradan ora yolumuzun da uzunluğu hardasa 45 dəqiqədir. Turindən bura neçə qədər tutdu? 2 nəfərə qatar bileti Turindən bura 24 euro oldu. Evet, yapacağım. Deməli birdən yerdə oturduq. Yerin adı nə idi? Panini. La Cruscata Panini. Nə sifariş verdin? Tartuf. Mən nə sifariş verdim? Lucy. Mən baxıram görüm oraya tez gedə bilərik. So, geldik Domo'ya. There was a line, of course, about 10-20 minutes of existential crisis. Wow, was it worth it? Yes, 100%. Çünkü daha çöldən belə baxanda bina I'm important deyə qışqırır. Domo is the fourth biggest cathedral in Europe and it took them, guess what? 500 fucking years to finish it. Yani biz orada şəkil çəkəndə kiminsə 500 il əvvəl orada daş yonduğunu bilmək biraz qəribə hissdir. Nəysə, özünü görmədiyim insanlarla empatiya qurmağın vaxtı deyil. İçəri girən kimi dərin bir kədər götürür səni. Niyə? Çünki bu qədər incə işləmiş bir yeri tam observe etmək üçün 30 dəqiqəm var. Bu müddətdə həm də vlogun üçün video çəkməlisən, lənətə gəlsin. Vitrajlardan birini çantama atıb uzaqlaşmaq istəyirdim. Çox sevdiyim şeylərdən nə idim bilmirəm. Ən çox pəncərələrim benim. Pəncərə deyəndə pəncərə də deyil. Pəncərələrdə çəkilmiş, ilə çəkildiyini sözün düzü bilmirəm, amma pəncərələrdə qəşəng əsərlər var. Çox qəşəngdir. İndi Domo'nun terasına çıxırıq. Çox həyəcanlıyıq. İçi çox qəşəng idi. Çölü də, çöldən də. Gəldik terasa. Yuxarı qalxmaq həqiqətən yoğun adam, amma sonuncu pilləkəndən sonra hər şeyi unudursan. Oradan aşağı baxmaq, oradakı nəhəng heykəllərlə eyni hündürlükdə olmaq. It's unreal. Oh, seriously? What is this place? And the very top, that's the sweetest part. I could have sat there for hours with music in my ears, not talking, just being. But yeah, the ticket was like, you had your moment, now please leave.
Doğmadan çıxandan sonra biraz gəzdik, başqa heç yerə gedə bilmədik, çünki yorulmuşduq və çox ac idi. Ona görə bu şəlalənin yanında oturub fikirləşdik, görək hara gedə bilərik. İtaliyanın bir çox şəhərlərində həmişə Happy Hours deyə kampaniyalar olur restoranlarda və sən ora gedirsən, bir içki alırsan və içkinin ödədiyin pulla həm də yemək yeyə bilərsən, açıq bufet kimi olur. Biz də belə bir restoranı seçdik. 28 euro ödəyərək həm içki, həm də istədiyimiz qədər yemək yeyə bildik. Gördüyünüz bu qablardan hərəmizə 3 dənə götürdük. Çünki hər şeyi sınamaq istəyirdik, hər şey çox dadlı görsərdi. Yəni boşqabın içində nə görmüşük, qoymuşuq. Makaron, sendviç, toyuq əti, kartofri, hər şey qoymuşuq da, yəni. Restorandan çıxıb evə doğru gedirik. Evə doğru deyəndə otelimizə doğru və yolda belə bir şeylə qarşılaşırıq. Don't get time to form myself on it. Saat 05:45-dir və gedirik hava limanına, amma əvvəlcə Qatar stationuna gedirik. Bununla da Milan səyahətimiz hələlik başa çatır. Qəşəng oldu dünənləri. Yemək yedik. Gələn videolarda görüşürük. Hələlik İtaliya ilə bağlı hansı şəhər maraqlıdırsa yaza bilərsiniz. O şəhərə gedə bilərik, o şəhərdən videolar çəkə bilərik. Hələlik isə öpürəm, sağ olun. Allora ci spostiamo